Adam öz hisslərini idarə eləsin. Misal deyirəm sizin üçün. Evliliyin əvvəlində, məsələn, ailələr təzə qurulanda, Allah insana bu cüddiyə havayı məhəbbət verir, sərmayə verir, hədiyyə kimi. Heç nə qazanılmır o. Quranda da var, və cəalə beynəkum məvəddətən və rəhmə. Sizin aranızda məhəbbət və rəhmət qərar verib Allah. Tanımadığı adam doğmalaşır, onu sevməyə başlayır. Alimlər deyir ki, bu məhəbbəti idarə elə, bu sərmayədir, ömrünün axırınacan lazım olacaq. Bunu artır, israf eləmə evliliyin əvvəlində. Yadınızdadır, bir dəfə danışmışdım, bir qız gəldi, nişanlıydı oğlandan, dedi ki, mən fikrimi dəyişmişəm, bundan evlənmək istəmirəm. Alim dedi, görəsən niyə? Dedi, çox əldən ayaqdan gedir mənim üçün, yəni ətim tökülür. Bəziləri var belə də, sənsiz mən belə, sən mən. Yəni bundan başqa edir, axı mən bilirəm də, öz dəyərimi bilirəm. Gör nə qədər ağıllı qızdır bu ki, başqaları bir dənə xoş sözə bihuş olursa, bu deyir ki, mən görürəm, axı mən bu qədərinə layiq deyiləm. Bu, yəni çox da bağışlayın bu ifadəmə görə, adam sevgidə düşüklük eləməyə gərək biraz, ağır otursun gərək. O sevgi ömrün axırına qədər sənə lazım olacaq bir sevgidir. O sevgini tənzimləmək üçün israf eləməyəsən gərək. Çox əvvəldə israf eləyəndə sonra sönür, kinə çevrilir, düşmənçiliyə çevrilir. Ona görə deyirlər, məhəbbətin yanında ədəb, həya olmalıdır ki, onu düzgün idarə eləsin. Bu mənada yox ki, soyuq olsun münasibət, xeyr. İslam deyir ki, həyat yoldaşına sevgini bildirmək ibadətdir. Amma həddində, qədərində, yəni düzgün özünü idarə eləyə biləsən.